Milli Mətbuat Klubunun Mətbuat Azadlığı Komitəsi noyabrın 19-da Milli Mətbuat Klubunda qalib jurnalistləri şərəfləndirən tədbir keçirib. Vaşinqtonda keçirilən mətbuat konfransında həbs edilmiş jurnalistlərin ailə üzvləri və ekspertlər Azərbaycan, Şri-Lanka və Somalidə müstəqil mətbuatın durumunu müzakirə ediblər. Bu ilki mükafatlarla Azərbaycanda millətlərarası ehtirasları qızışdırmaq ittihamı ilə uzun müddətli həbs cəzasına məhkum edilmiş Eynullah Fətullayevdən əlavə Şri-Lankadan köçə yazarı J.S. Tisaynayagam, Somalidəki Radio Simba radiostansiyasının rəhbəri Mustafa Hacı Avdinur və Tunisin onlayn Kalima jurnalının redaktoru Nazihə Reciba və həyatını mətbuat azadlığı uğrunda mübarizəyə həsr etmiş New York Times qəzetinin sabiq köşə yazarı Antoni Lewis təltif olunublar. Milli Mətbuat Klubunun keçirdiyi mətbuat konfransında çıxış edən natiqlər söz azadlığının mühümlüyündən və bu yolda fədakarlıq göstərmiş jurnalistlərin fəaliyyətlərindən bəhs ediblər. Jurnalistlər Müdafiə Komitəsinin icraçı direktoru Joel Simon, Eynullah Fətullayevin və J.S. Tisaynayagam azad edilməsinə çağırıb. Biz bu hökumətlərin bizim qəzəbimizdən agah olmasına çalışacağıq, deyə o bildirib. Cənab Simonun sözlərinə görə, Eynullah Fətullayevin çalışdığı dərginin sabiq baş redaktoru Elmar Hüseynov qətlə yetirildikdən sonra Fətullayev qətlin araşdırılmasına başladı. Gənc jurnalist Azərbaycan hökumətini əldə olan dəlilləri nəzərə almamaqda və qətl istintaqının gedişatına mane olmaqda günahlandırırdı. Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognyanova Amerikanın səsinə müsahibədə Eynullah Fətullayevə 2009-cu il mətbuat azadlığı mükafatının verilməsini şərh edib. Müsahibədə xanım Ognyanova Eynullah Fətullayevin jurnalist kimi göstərdiyi cəsur fəaliyyətdən, JMK-nın jurnalistlə əməkdaşlığından, onun azad edilməsi üçün göstərdiyi səylərdən və Azərbaycanda mətbuat azadlıqlarının ümumi durumundan söz açıb. 5 jurnalist arasında Eynullah Fətullayevin yer almasını izah edən Ognyanova bildirdi ki, hələ həbs olunmazdan öncə Azərbaycanlı jurnalist JMK ilə sıx əlaqə saxlayır və Azərbaycanda mətbuatın durumu barədə mütəmadi qaydada məlumatlar verirdi. Araşdırıcı jurnalist kimi Eynullah Fətullayevin fəaliyyəti Azərbaycanda baş verən qanunsuzluq hallarına diqqəti yönəltmək üzərində cəmləşmişdi. Biz onu cəsur, azsaylı jurnalist və müstəqil jurnalizmin bariz nümunəsi olduğu üçün seçdik. O, istər hökumət, istər biznes, istərsə də cinayət dünyasında baş verən qeyri-qanuni əməlləri ifşa edirdi. O, araşdırıcı jurnalist idi və susturulana qədər bu işin öhdəsindən məharətlə gəlirdi. Azərbaycanda söz azadlıqlarının son bir neçə ildə kəskin gerilədiyini qeyd edən Nina Ognyanova hakimiyyət orqanlarının tez-tez həbs metoduna əl atdıqlarını vurğuladı. İndi isə Azərbaycan hökuməti artıq defamasiya ittihamlarını saxta terrorizm, xuliqanizm və narkomaniya maddələri ilə əvəzləməyə qərar verib. Onların sevimli metodu jurnalistləri provokasiya çəkərək qurama ittihamlar irəli sürmək və sonradan provokasiya qurbanlarını uzun müddətli həbs cəzasına məhkum etməkdir. Həbslərlə yanaşı İlham Əliyev hökuməti Azərbaycanda azad informasiya mənbələrini susturmaq istiqamətində də addımlar atır. Buna misal olaraq Amerikanın Səsi, Azadlıq Radiosu kimi beynəlxalq radiostansiyaların lisenziyalarının ləğvini qeyd etmək olar. Bunlar sıravi Azərbaycanlılar üçün mühüm informasiya mənbələri idi. Lakin indi bu yayımları yalnız qısa dalğalarda dinləmək mümkündür ki, bu da stansiyalara olan çıxışı məhdudlaşdırır. Hökumətin bu addımı Azərbaycanda media məkanına ciddi zərbə idi. Nina Ognyanovanın sözlərinə görə, müstəqil mediaya qarşı aparılan ardıcıl kampaniya nəticəsində Azərbaycan hökuməti elektron informasiya vasitələri üzərində az qala inhisara nail olub. Vaşinqtondan Əsgər Möhsümoğlu, Amerikanın Səsi. This is a big blow to the media landscape.